şok çağırışlar var. Durmadan 2 gündür xüsusilə CENTCOM, Pentagon, Donald Trump, Netanyahu Tehranı tərk eləyin. Mülki vətəndaşlara səslənərək bunu bildirirlər ki, Tehranı dərhal tərk eləyin. Tehranda nələr gözlənilir Əli bəy? İhtimallar çoxdur. Müxtəlif informasiya qaynaqlarında, hətta çox xoşa gəlməyən informasiyalardan başlanır, müəyyən narahatçılıq doğuracaq informasiyalara qədər fərqli ehtimallar və məlumatlar var. Konkret olaraq ehtimal olunur ki, Tehran ola bilər ki, daha ciddi şəkildə bombalansın. Ona görə də mülki insanlar həyatını itirməsin deyə oradan çıxmaq tövsiyə olunur. Hətta Tehrana nüvə silahı atıla bilər ehtimalına dair də mən bilgilərə, məlumatlara rast gəldim. Yəni bu riskin də olduğu deyilir. Ümumiyyətlə İranın sualtı qayıqlarından da İsrailə raketlər atılır. Yəni İran da nüvə silahından istifadə edə bilər. Ona qarşılıq olaraq İsrail də nüvə silahından istifadə edər ki, mülahizələr, fikirlər də var. Yəni bu ehtimallar var. Orada açığı müəyyən qədər ekoloji vəziyyət də yaxşı deyil. Son vaxtlar kanalizasiyalar dağılıbdır, şəhərdə antisanitariya var. Yəni orada insanların açıq yaşaması, sağlamlığı üçün artıq ciddi risklər yaranıbdır. Məncə təbii ki, yəqin ki, indi fürsət olmayacaq, amma fürsət olanda şəhər çox ciddi şəkildə dezinfeksiya olmalıdır, təmizlənməlidir. Yəni oradan müəyyən problemlərin, yoluxucu xəstəliklərin falanların yayılması riski də var. Amma anlaşılan odur ki, hələlik İsrail aviasiyasının əsas hədəfində olan şəhərlərdən biri Tehran. Tehran davamlı olan vurulub, televiziya vurulmuşdu, yenə təkrar başqa obyektlər vurulur. Və həm də açığı bu dini liderin özü ilə bağlı məsələlər bugün sanki gündəmdədir. Belə məlumatlar gəzir ki, Prezident Trump dini liderin vurulmasını istəmir. Ona bir formada yaşam haqqı tanımağa çalışır. Amma Netanyahu'nun mövqeyi belədir ki, o hesab edir ki, əgər Xamneyi vurularsa, müharibə tez bitər. İran məsələsi tez çözülər. Yəni bu məsələ də var. Ola bilər ki, Xamneyi ilə bağlı, onun həyatı ilə bağlı təhlükələr var, yaxud da nələrsə ola bilər və bu yenə mülki əhalinin, kütləvi insanların orada olmaması vəsairəsi düşünülür. Hər halda hansısa risklər var. Hər halda xüsusilə Trump'ın öz hesabında belə bir açıqlama verməsi və hamını Tehrandan getməyə çağırması əlbəttə ən çox əndişə yaradan budur və insanların da oradan getməsinin daha çox elə səbəbkarı kimi Trump göstərilir. Yəni onun o çağırışından sonra tıxaclar yaranıb, çox böyük tıxaclar yaranıb və ümumiyyətlə Pakistan sərhədində, Türkiyə sərhədində də bəzi hadisələri biz izləməkdəyik. Bəli. Yəni risklər var açığı. İranın hava hücumundan müdafiə sistemi demək olar ki, yox səviyyəsindədir. İranın hava məkanına İsrail nəzarət edir. İsrail təyyarələri də davamlı olaraq orada zərbələr indirir. Müxtəlif, təbii ki, daha çox hərbi obyektlərə, nüvə obyektlərinə, çox hallarda hökumət obyektlərinə, hökumət binalarına da bunlar edilir. Enerji obyektlərinə bu zərbələr indirilir. Hətta bildiyim qədər bir xəstəxanaya da zərbə indirilibdir. Eyni zamanda Tehranda Dustaq həbsxanaya da zərbə indirilib və həmin o məhbusların belə çıxıb Tehranı tərk eləməsinə dair məlumatlar da var idi. Belə, yəni açığı Tehran bugün İranın bəlkə də ən qarışıq, ən belə qarmaşalı yeridir. Hər halda hansısa risklər var ki, onların da, insanların da buradan, xüsusilə mülki insanların buradan uzaqlaşdırılması tövsiyə olunur.